ki o sual verirlər, Həzrəti Zəhra niyə gizli dəfn olundu? Niyə heç kim, yəni bu qədərmi bir şəxs tapılmadı, peyğəmbər qızının vəfatında iştirak etsin? Niyə qəbri gizli qaldı? Çox mənaları vardır. Baxın, Həzrəti Zəhranın özünün vəsiyyəti ki, məni gecə dəfn et, mənim məzarım gizli qalsın, bunun özü elə bir tarixə 14 əsr bundan əvvəl başlayaraq bu günümüzə ta qiyamətə kimi gedəcək bir dənə belə deyək, mesajdır insanlığa, tarixə çatdırılır ki, yəni mənə zülm olundu. Bunu çatdırmaq istəyir. Bayaqçı dedi ki, Həzrəti Zəhra yəni özü olmuş hadisələr gizlin qalmasın. Bəli, özü buyurur ki, bəzən sükutun özü, amma Allah razılığı üçün nəinki qorxu naminə, sükutun özü belə haqla mübarizədir, zalimin zülmünü insanlığa çatdırmaqdır. Həzrəti Zəhranın bu vəsiyyəti də onun başına bu müsibəti gətirənlərin zülmünü insanlığa, tarixə çatdırmaq üçün olan bir məsələ idi. Məsələn, həqiqətən də bugün hər bir şəxs düşünməli ki, necə ola bilər ki, bir peyğəmbər qızı olasan, ən üstün bir şəxsiyyət olasan, xanım olasan, amma sənin məzarın bilinməyə. Düzdür, bunun mənəvi yönümləri də vardır, Allah qatında təvazökarlıq, bəli, hikməti də vardır. Amma əsas məsələlərdən biri budur ki, Həzrəti Zəhra insanlığa çatdırmaq istəyirdi ki, yəni tarixin belə deyək, Həzrəti Zəhranın bu vəsiyyəti ki, gizli dəfn olunsun, məzarı ta inşallah zamanə imamı gələnə kimi ki, gizli qalacaq, belə deyək, tarixin ən böyük etirazlarından biri idi. Həqiqətən də dərk eləyən ağıl üçün, dərk eləyən zehn üçün əgər dərk eləsə, oturub düşünsə, görər ki, həqiqətən bu ən böyük etirazlardan biridir.